Ağır Cinayətlər Məhkəməsinin qarşısındayıq. Tofiq Yaqubluya hökm oxundu. Saat 15:45-də başlanan məhkəmə bu dəqiqələrdə bitdi. Değerli izleyiciler, bir daha tekrar edirəm. Bugün Tofiq Yaqubluya son məhkəmə prosesi keçirildi. Hökm oxundu. Hal-hazırda biz məhkəmə iştirakçılarını gözləyirik. Ciddi rejimli 9 il. 9 il. Məhkəmə prosesində iştirak edən bir xanım dedi ki, 9 il ciddi rejimli həbs cəzası verildi. Cemil Bey, hər vaxt xeyir olsun. Nə deyirlərsiniz bu məhkəmənin prosesində? Ədalətsiz qərardır, tam siyasi qərardır. Hakimiyyətin sifarişinə qəbul olunmuş qərardır və əlbəttə ki, etiraz olunacaq buna. Yəni, bu Azərbaycan cəmiyyətdə başa düşür ki, Tofiq Yaqublu şərhlənibdir, hökumət tərəfindən, İlham Əliyev tərəfindən və bu şərhləmə prosesi əlbəttə ki, dayanmayacaq. Hamını bir-bir şərhləyəcəklər vətəndaş cəmiyyətinin siyasətçiləri. Cəmiyyət etiraz eləməlidir, biz də etiraz edəcəyik. Salam xanım, içəridə məhkəmə prosesində iştirak etdiniz. Bəli, iştirak edirəm. Məhkəmədə nələr baş verdi? Zəhmət olun. Məhkəmədə onu gördüm ki, Tofiq bəy Yaqublu, demək bütün hüquqşünaslardan, hakimlərdən də, müstəntiqdən, hər şeydən artıq çox yaxşı, yüksək səviyyədə bütün açıqlamaları ilə açıq-aşkar böyük sübutlarla sübut elədi ki, bu ona qarşı qurulan əməli başlı oyundur. Elə bir oyun ki, burada lazım deyil, burada hüquqşünas olmaq. Tofiq bəy Yaqublunun nitqindən çox aydın şəkildə, o lazım deyil ki, orada hüquqşünas olmaqla, yaxud hər hansı bir bilik sahibi olmaq. Sadə uşaq da görə bilər bu məhkəmədə ki, Tofiq bəy Yaqublu açıq-aşıq bütün faktlarla sübut elədi ki, onu qurulan bu qurma oyundur. Bu nə qədər böyük də dövlət səviyyəsində ona qarşı dələduzluq edir. Hakimi də, müstəntiqi də, prokuroru da çox olduqca yaramazlar, alçaq cinayətkarın başı özləridirlər. Hakimin soyadı? Orada bunda qalmadı. O qədər ki, qanun bəhk qaraldı orada. Elnur Evdi. Elnur Evdi. Hakimin soyadı? Adı soyadı. Hakimin soyadı? 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 Hakimin soyadı?
Açın da yolu zəhmət olmasa. Ali Bey gelin, Ali Bey gelin. Buyurun Ali Bey. Buyurun Ali Bey. Ali Bey buyurun. Çok təəssüf ki, bugün hökm okundu. İlham Əliyevin tapşırığı ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edildi. Gözlənilirdi, heç bir gözlənilməzlik yoxdur. Tofiq Yaqublu öz son sözündə bildirdi ki, mütəşəkkil cinayətkar dəstə tərəfindən ona qarşı cinayət işi quraşdırılıb. O, həmin mütəşəkkil cinayətkar dəstənin 23 nəfər üzvünün adını elan elədi və tələb elədi ki, həmin 23 nəfər mütəşəkkil cinayətkar dəstə haqqında cinayət işi qaldırılsın. O bildirdi ki, hazırki şəraitdə başa düşür ki, bu real deyil. Amma polis orqanlarının, prokurorluq orqanlarının, məhkəmə orqanlarının iştirakı ilə yaradılmış həmin bu mütəşəkkil cinayətkar dəstə günahsız insan haqqında öz yazdıqları senari əsasında cinayət işi quraşdırıblar və ona görə də Tofiq Yaqublu həmin mütəşəkkil cinayətkar dəstənin cəzalandırılmasını tələb elədi. Tofiq Yaqublu bildirdi ki, heç bir azadlıqdan məhrum etmə hökmü, heç bir işgəncə, təhdid onu haqq mübarizəsindən daşındıra bilməz. Tofiq Yaqublu bildirdi ki, əlbəttə ki, o Rəsulzadə yolunda, haqq ədalət yolunda davam eləyəcək, heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz. Mən isə sizə əlavə eləyirəm ki, indi elan olunan 9 il hökm onsuz da yerinə yetirilə bilməyəcək. Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edilməyəcək. Allahın köməyi ilə o qalib olacaq, azadlıq qalib olacaq. Tofiq Yaqublu mütləq azadlığa çıxacaq. Baxın buradakı, sağ olun. Bak bu polis iştirakı da bu işin siyasi mahiyyətini göstərir. Məhz siyasi mahiyyətini göstərir. Geçin ben. Gel, gel. Yol aç, yol aç, yol aç. Gel. Kalama. Gör neyine düzeyi. Uşağa hanım, gel bu tarafa. Tamam, tamam. Ne oldu? Ne oldu? Hiç olmadı. Ay bala hiç olmadı. Keseceğin araba. Gel. Boşaltın. Narahat olmayın, boşalın. Gel. Ama sakin. Ama unutsun zahmet olmasın. Bir zahmet olmasın. Oğlum boşa. Kesin satacağım. Kaçaya kaldı zahmet olmasın. Evet, çekip gelmişsiniz. Çok sağ olun. Nigar Hanım, danışabilirsiniz. Bugün Ağır Cinayətlər Məhkəməsində o bütün Elnur Nuri və hakim heyəti böyük şərəfsizlik elədi, ləyaqətsiz elədi. Bu qədər vaxtda darmadağın olan ittihamı yenə gəlib tərbiyəsizcəsinə Tofiq Yaqublu 9 il həbs cəzası istədi. Əgər Tofiq Yaqublu həqiqətən dələduzdursa bu polislərin burada nə işi var? Gündə minlərlə adamın burada məhkəməsi keçir. Bu qədər ölkədə bu qədər dələduz məhkəməsi ki, o ki Tofiq Yaqublu həqiqətən cinayətkardır, dələduzsa. İlham Əliyev, sən nədən qorxursan? Nədən narahatsan? Nədən narahatsan? Kimdən gel. Gel. Bugün bırakılmakta, bu polisin burada olmakta. İlham Əliyev'in, yəni, hadisin ki, ölkədə haqq var, ədalət var, insanlar
Kanunsuz yere heç kim əsaslı yere həbs olunmur. Bugün buradaki mənzərə bir daha onu göstərir ki, Tofiq Yaqublu siyasi məhbusdur, İlham Əliyevin məhbusudur, onun sifarişi ilə həbs olunub və 9 illik uzun müddətli həbsdə də girovladır. Məhz İlham Əliyevin tapşırığıyla icra olunur. Bugün məhkəmədə hakim axıra qədər gözlədi ki, şey olmasın, Tofiq Yaqub son sözünü desin və sonunda bir qız kağız gətirdi. Kağız gətirdi və o kağızı verəndən sonra artıq hakim yuxarıdan prezident aparatından gələcək qərarı gəldi elan elədi. Mən sizə dəfələrlə Facebookda yazmışdım ki, Tofiq Yaqubla bağlı qərarı prezident aparatı verir. Burada heç bir hakimin rolu yoxdur. Və bugün bütün bu cinayətkar dəstə vaxt gələcək. Tofiq Yaqubu'ya göre ettikleri cinayete göre cevap verecekler, məsuliyyət daşıyacaklar. Sağ olun. Çok sağ olun. Allah Oğullar korusun. mahkum Çok sağ olun. Belə dəyərli izləyicilər, Tofiq Yaqubla 9 il həbs cəzası verildi. YouTube. Belə dəyərli izləyicilər, canlı yayını bağlayıram. Beləliklə bugün Tofiq Yaqubun son məhkəmə prosesi başa çatdı. 9 il həbs cəzası hakim oxudu. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Kendini tapsardı. Hə.